Salam, necəsiz xanımlar? Mən pisəm. İndi deyəcəm niyə pisəm. Bu bizim Faberlikin Madmazel ətridir. Çox gözəl, priятный qoxusu var və qalıcılığı da çox qəşəngdir. Qalıcılığının hətta möhtəşəm olduğunu deyərdim. Bunu da hardan bilirəm? Çünki mən bu ətri istifadə edib bayıra çıxanda məndən bir neçə nəfər yaxınlaşıb soruşur ki, hansı ətri istifadə eləmisiniz? Yaxınlarım, tanışlarım belə hansı ətri istifadə eləmisən? Deyirəm ki, biz Faberlikin Madmazel ətri və zakazlarım olub bundan dəhşət dərəcədə və satış etmişəm. Razılığında hədsiz dərəcədə almışam. Bu da mənə bir başqa ləzzət elətdi ki, məhsulumuzu bu dərəcədə bəyəniblər. Və keçək əsas mövzumuza. Deməli, bir neçə gündür mən otağa girəndə məni dəhşət dərəcədə iyi vurur da və üzr istəyirəm, hətta kravatı yapmağa belə girəndə, uzanmağa belə girəndə qoxu məni vurur. Ay Allah gördüm, mən hansı paltarla bu ətri vurmuşam ki, yanımda da, yəni. Çünki paltara aralı asıram kravatdan ki, bu dərəcədə məni qoxu vurur. Nəysə, bu günlərim yığışdıranda sumkamın içini baxdım ki, ətri sumka düşüb yerə, ətrim sınıb və dağılıb sumkanın içinə. Sumkadan da kravatın üstündə oğlumun belənçə bir dənə kreslosu var, onun üstünə. Ona görə də qoxu otaqdan bildik. Hələ kravatla vapşə da. Yəni xanımlar, biraz məyus oldum, pis oldum. Deməli birində vurmalı olacağıq. Çox gözəl ətirdə hər birinizə məsləhət görürəm. Hətta bu ətir mənə bizim bir direktorumuz var idi. Allah ona rəhmət eləsin, yeri cənnətli olsun. Sevinç xanım, onun tərəfindən deyərdim ki, mənə yadigar kimi idi. O mənə hədiyyə göndərmişdi. Mənim ofisimə vurmuşdu bunu mənim üçün. Yəni ona görə biraz da pis oldum. Allah rəhmət eləsin, yeri cənnət olsun. Yəni xanımlar, hər birinizə bu ətri məsləhət görərəm. Yəni müsibətli, qəşəng qoxusu var. Qoxusunu həqiqətən çox sevirəm. Çox priятный qoxusu var. Qalıcılıqdakı superdir.